Deməli uşaqlar, bugünkü mövzumuz kvadrat kök həqiqi üslü qüvvət. Deməli, ən birinci halda hesabı kvadrat kök haqqında məlumatınız olmalıdır. Hesabı kvadrat kök deyəndə biz hesablama əməlləri zamanı köklərdən istifadə edirik də. Məsələn, kök altda 16, kök altda 4, kök altda 64 və s. toplama çıxma əməllərində bunlardan istifadə edirik. Tutalım ki, bizə belə bir sual var. Kök altda 64, üstə gəlinsin kök altda 16, ikinci dərəcədən də bunlar. Çıxılsın kökün altında 4, bərabər. Deməli uşaqlar, 64-dən kök necə çıxacaq? 8. 16-dan kök? 4. 4-dən kök? 2. Çıxdıq 2, 8-in üstünə 4, 12, 12-dən də 2 çıxdı, neçə qaldı? 10. Deməli uşaqlar, biz bura kökün üzərində, daha doğrusu yazılmayanda biz nə deyirik burada, nə başa düşürük? 2 var. Ümumiyyətlə, deməli, əgər belə bir ifadə var, kökün altında n-ci dərəcədən A. Burada nələr baş verir? A nə ola bilər, nə ola bilməz. N-ci dərəcədən A, əgər n cütdürsə, yəni cüt dərəcədən kök altında hər hansı bir ifadə varsa, kökün altında cüt dərəcədən nəsə varsa, A sizcə nə ola bilməz? Mənfi ola bilməz. Çünki biz demişik, cüt dərəcədən kökün altında mənfi ola bilməz. İfadənin mənası yoxdur. Aydındırmı? Onda A böyükdür. Sıfırdan bərabər sıfırdan. Mənfi ola bilməz dedikdə sıfır ola bilməz anlayışı deməmişik ki. Bəs yaxşı. N tək olarsa, n tək olarsa n-ci dərəcədən A. Deməli uşaqlar, A hansı ədədlər ola bilər? Mənfi. Müsbət ola bilməz? Sıfır ola bilməz? Deməli, A daxil olacaq bütün nəyə? Həqiqi ədədlər çoxluğuna. A daxil olacaq həqiqi ədədlər çoxluğuna. Düzdürmü? Təbii ki, bu bizim öyrəndiyimiz çərçivədədir. Həqiqi ədədlər deyilik uşaqlar. Biz nə vaxtsa A mənfi də olsa, müsbət də olsa, biz cüt dərəcədən hətta ondan kök ala biləcəyik. Amma bizim çərçivəmizdə, yəni biz hələ həqiqi ədədlərdən o tərəfəsini neynəmişik? Öyrənməmişik. Hal-hazırda bildiyimiz indi bilirik ki, kökün altında cüt dərəcədən mənfi ola bilməz, tək dərəcədən isə mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər. Düzdürmü? Onda keçək. Ortaq deməli, biz kökün altından ədədi neyniyək? Həm kökün altına daxil eləyək, həm kökdən neyniyək? Çıxardıq. Tutalım ki, 2n, A-nın üstü 2n. Fikir verirsinizmi? Bəli. Biz hər zaman deyərik ki, bu 2n-dən bu 2n neyniyəcək? Gedəcəkmi? Gedəcək. Qalacaq uşaqlar modulda A. Səbəb? Çünki biz ən başda nə dedik? Cüt dərəcədən kök altına mənfi çıxa bilməz. Hesabı kökdə heç vaxt, baxın, kök altda 64 bərabərdir, mən mənfi 8 deyə bilmərəm. Amma mənfi 8-in kvadratından belə müsbət 8 çıxır, düzdürmü? Onda modulda A yazırım. Burada 2 hal mövcud olacaq. Bu hər zaman modulda A-dır. Birinci hal A böyük bərabərdir 0. İkinci hal isə A kiçik bərabərdir 0. Gəlin birinci hala baxaq. Tutalım ki, 2n A-nın üstü 2n bərabərdir. Artıq keçən dərslərimizdə bunlardan danışmışıq da. 2n'lər getdi, qaldı neçə? A. A böyük bərabərdir 0-dan. A-nın modulundan kənara çıxarsaq nə olacaq? Müsbət. A-nın özü. Yəni, tutalım ki, olsun 6-cı dərəcədən 4-ün üstü neçə? 6. 6'lar getdi, qaldı neçə? Modulda 4. 4'dən də nə çıxdı? 4. Düzdür? Gəlin keçək bura. 2n-ci dərəcədən A-nın üstü 2n.
İnşallah biz ne için yazırıq bunu? Çünki 2n nə deməkdir? Tək ədəd deməkdir, cüt ədəd. 2 vur n. Cüt ədəddə uşaqlar. 2-ni nəyə vursan cüt eləyəcək. Cüt ədədlər 2n kimi yazılır, tək ədədlər isə 2n çıx 1 kimi yazılır. Deməli, yenə 2n-dən 2n getdi, nə qaldı? Modulda A. Düzdür? A kiçik bərabərdir 0 olanda. Bərabərdir mənfi A. Tutalım ki, bu niyə belədir? Yenə eyni şey yazırım. 4-ün üstü 6, neçənci dərəcədən? 6-cı dərəcədən. Biz axı, əgər mənfi 4-ü biz 6-cı dərəcədən qüvvətə yüksəltsək, sonra yenidən geri qaytarsaq, onda onsuz da müsbət çıxacaq da, düzdürmü? Amma birbaşa 6 ilə bu 6-nı ixtisar eləyəndə nə qalır? Mənfi 4-ün nəyi? Modulu. Mənfi 4-ün modulunda qarşısına mənfi atırıq ki, neynəsin? Müsbət eləsin. Eləyir müsbət 4. Fikir verirsiniz, mənfi 4-ün qarşısına mənfi atdım, müsbət eləmək üçün. Burada da A-nın canında nə var? Mənfi var da, düzdür uşaqlar. Ona görə qarşısına mənfi atıram ki, neynəsin? Əslində ədəd müsbət eləsin. Onda biz nə öyrəndik? Biz dedik ki, cüt dərəcədən kökün altında nə mənfi ədəd ola bilməz, nə də ki, kökün altından cüt dərəcədən mənfi kök çıxa bilməz. Deməli, həm cüt dərəcədən kökün altında heç vaxt mənfi ədəd ola bilməz, həm də cüt dərəcədən mənfi kök çıxa bilməz. Nümunələrlə də göstərim ki, Allah silin buranı bu hissəni. Gəlin onda tək dərəcəyə baxaq. Deməli, uşaqlar, 3-cü dərəcədən mənfi 27, üstə gəlinsin, 3-cü dərəcədən 8, üstə gəlinsin, 3-cü dərəcədən mənfi 64 bərabərdir. Uşaqlar, 3-cü dərəcədən mənfi 27-dən neçə çıxar? Mənfi 3. 3-cü dərəcədən 8-dən? Müsbət 2. Mənfi 64-dən üçün? Mənfi 4. Mənfi 3, mənfi 4, mənfi 7, üstünə də 2 gəldi, neçə elədi? Mənfi 1. Biz əslində artıq buradan bilirdik ki, tək dərəcədən kökün altında da mənfi ədəd ola bilər, həm də ki, tək dərəcədən mənfi ədəddən elə mənfi, müsbətdən də nə çıxacaq? Müsbət. Mənfi 27-dən nə çıxdı? Mənfi 3. Müsbət 8-dən 2, müsbət 2. Bunu da ümumi belə yaza bilərdikmi əslində, ixtisar almaq üçün? 3-cü dərəcədən mənfi 3-ün nəyi? Kubu. Düzdür? 3-cü dərəcədən 2-nin kubu. 3-cü dərəcədən 64-ü nə yazarıq? Mənfi 4-ün kubu. Bərabərdir. 3-lə bu 3 getdi. Nə qaldı? Mənfi 3. 3-lə bu 3 getdi. Müsbət 2. 3-lə 3 getdi. Mənfi 4. Elədi mi mənfi 5? Deməli, cüt dərəcədən dediyi həm kökün altında mənfi ola bilməz, həm də kökün altına mənfi kök çıxa bilməz, düzdürmü? Amma tək dərəcədən həm kökün altına mənfi ola bilər, həm də mənfidən mənfi kök çıxacaq, müsbətdən müsbət. Onda gəlin, bunu bir qayda şəklinə salaq. Tək ədədi 2n çıx 1 kimi yaza bilərəmmi? Niyə? Baxın. İstənilən ədədi yazsam tək olacaq. 2, 1 yazsam yenə. Çıx 1, bərabərdir 1. 2 vur 3, çıx 1, bərabərdir neçə? 2 yazaq da, niyə 3 yazırıq? 4, 3. Fikir verirsiniz, 1, 3. 2 vur 3, çıx 1, bərabərdir 5. 1, 3, 5, 7, 9 sonsuzluğa qədər nədir? Ancaq tək ədədləri neynir? Göstərir. 2-yə isə cüt ədədləri göstərir. Düzdür uşaqlar? Gəlin onda baxaq. A-nın üstü 2n minus 1. Artıq burada şərtim nədir? A daxildir. Həqiqi ədədlər çoxluğuna. Düzdürmü? Yəni, indiyənə qədər öyrəndiyimiz bütün ədədlər orada iştirak eləyə bilər. Onda 2n-lə bu 2n-i çıxartdıq, nə qaldı? A.
Mənfidirsə mənfi olacaq, müsbətdirsə müsbət olacaq. Düzdürmü? Gəl bir dənə də yazaq. Olsun, mənfi 3-ün üstü 33, 33-cü dərəcədən. Düzdürmü? Mənfi 3 sırmam. 33 ilə 33 getdi, nə qaldı? Mənfi 3. Amma 34 olsaydı 34-cü dərəcədən artıq nə olacaqdı? Müsbət 3 çıxacaqdı. Çünki modulda çıxacaqdı. Aydındır? Aha. Uşaqlar, kvadrat kökdən gəlin nə edək? Kökdən çıxardırıq da düzdür ədədləri. İndi gəlin kökün altına ədədləri nə edək salaq? Həm cüt dərəcədən, həm tək dərəcədən, sonra keçək qayda düsturları. Bura qədər bir sıxıntı varmı? Deməli uşaqlar, kökün altında A-nın üstü 2, B-nin üstü 6. Bizə şərt verir. Deyir ki, A kiçikdir 0. B-də hansını seçək? Böyük seçək, kiçik. Böyük. Böyük. Olsun B böyükdür 0. Deməli, bundan biz bu ifadədən nə almalıyıq? Cüt dərəcədən, ikinci dərəcədən kök almalıyıq. Bərabərdir. Bunu yazarıqmı? A-nın kvadratı vurulsun B-nin kubunun nəyi? Daha doğrusu, hədə kubunun yazaq, kubunun kvadratı, düzdürmü? Yaxud da ki, inşallah biraz düzəliş eləyək buna. Biraz sadələşdirək, sonra ikincidə yazarıq. Olsun B-nin kvadratı. Deməli, birinci baxırıq, A-nın kvadratından nə çıxacaq? Modulda A, düzdürmü? B-nin kvadratından nə çıxacaq? Modulda neçə? B bərabər. A kiçikdir 0-dan, B böyükdür 0-dan. Modulda A-dan nə olacaq? Mənfi A. Modulda B-dən müsbət B. Demək, görsənir ki, demək olar ki, hamı başa düşüb. Çünki biz artıq modulu əvvəlcədən bilirik. Yeni nə öyrəndik? Cüt dərəcədən deyəndə modulda çıxardırıq kökü. Modulda əvvəlki dərsimizdən artıq öyrənmişik. Mənfi olanda qarşısına mənfi atırıq ki, müsbət olsun. Müsbət olanda isə nədir? Mənfi atırıq. Müsbət olanda qalır da yerində. Necə? Kvadratlarını. Burada yazılmayanda bala 2-dir də. 2 ilə 2 gedir. Bildin mi? Demək uşaqlar, həqiqi üslü qüvvətdə biz natural üslü qüvvət haqqında danışmışıq əvvəlki dərslərdə. Siz mən yazdıqca siz deyəcəksiniz. A-nın üstü M vurulsun A-nın üstü N. A üstü N plus N. A-nın üstü M plus N. Biz bunu natural ədədlərlə öyrənmişdik. Yaxşı, belə bir sual var. 3-ün üstü 3-də 2 vurulsun 3-ün üstü 3-də neçə? 1. Yenə qayda dəyişir mi sizcə? Yox. Yazaram 3-ün üstü 3-də 2 düzdürmü? Plus 3-də 1. Bərabər olacaq 3-ün üstü 3-də 3. Bu da bərabərdir nəyə? 3-ün üstü 1 bərabərdir 3. İkinci. Deməli, A-nın üstü M bölünsün A-nın üstü N. A-nın üstü M çıxılsın nəyə? N-ə. Yaxşı. Deməli, olsun 7-nin üstü 5-də 4 bölünsün 7-nin üstü olsun 3-də neçə? 2. Hədə əlbəttə. Nə yazaq uşaqlar? 7-nin üstü 5-də 4 çıxaq 3-də neçəyə? 2-yə. Bu da elədir. 7-nin üstü 15-də 12 çıxılsın 15-də 10. Bu da bərabərdir. 7-nin üstü neçə? 15-də 2. 15-də neçə? 2. Bu hissəni artıq
keçidləri birazdan izah eləyəcək. Kvadrat həqiqi üstü qüvvətdən kvadrat köklərə keçmə. Orada həm əlavə şərtlərimizdə çıxacaq. Üçüncü, A-nın üstü n, B-nin üstü n bərabərdir. Mötərizədə A vur B-nin üstü n. Yenə eynidir uşaqlar. Məsələn, 3-ün üstü 2-də 1 vurulsun 4-ün üstü neçə? 2-də 1. 4 götürməyə 4-dən çünki çıxır kök 5 olsun. Bərabər olar neçə? 15-in üstü. Gəlin biraz eləsin yazaq, həlli də olsun da. Daha rahat həlli olsun. Olsun 2-nin üstü 2-də 1 və vurulsun 8-in üstü 2-də 1. Uşaqlar, 2 vur 8-in üstünə yazaram. 2-də 1. Bu da eləyir 16-nın üstü 2-də 1. Hələ ki bunu belə saxlayırıq. İndi birazdan bunun izahını eləyəcəyik. 16-nın üstü 2-də 1 ya da saxlamırıq. Uşaqlar, bu eləyir kökün altında 16. 2 gəlir bura kökə, 1 isə gəlir nəyə? Qüvvətə. Bu da kökün altında 16-dan nə çıxar kök? 4 çıxar. Gələk 4-cüyə. A-nın üstü n bölünsün B-nin üstü n bərabərdir. A bölünsün B-nin üstü neçə? N. Yaxşı. Olsun 3-ün üstü 5-də 4 bölünsün 5-in üstü neçə? 5-də 4. Bu da bərabər olar mı? 5-də 3-ün üstü neçə? 5-də 4. Bunları biz əslində hər birini neynəmişik? Biz əvvəlki dərslərdə neynəmişik? Öyrənmişik. Yaxşı. 5-ci. A-nın üstü mənfi n nəyə bərabər? 1 bölək A üstü n. Mükəmməl. 1 bölək A-nın üstü n. Birini də yazaq. A-nın üstü 0 nəyə bərabər? Yox, 1-ə. 1-ə. İstənilən 0 üstü qüvvət nəyə bərabərdir? 1-ə bərabərdir. Tutalım 5-in üstü uşaqlar. Mənfi 5-də 2. Bərabər olacaq. 1 bölünsün 5 üstü 5'dir. mənfi məxrəcə salacaq, bəli. 5-in üstü neçə? 5-də 2. Biz bunları sadəcə biz nə ilə öyrənmişik? Natural ədədlərlə öyrənmişik. Eyni şey kəsirlərlə öyrənirik. Bunu da istənilən bir şey yaza bilərdi. Məsələn, 5-də 2-nin üstü neçə? 0 bərabərdir nəyə? 1-ə. İstənilən 0 üstü kəmiyyətlər nəyə bərabərdir? 1-ə. İndi bu hissəni tamamilə neyinirik? Saxlayırıq. Digər hissədə kvadrat köklərdə daha ciddi məsələlər var. Bunları müzakirə eləyək. Ondan sonra bundan kvadrat köklərin keçidlərini neyniyərik? Sintez eləyərik. Burası eləyim uşaqlar. A böyükdür 0 ədədi üçün diqqət edin. A böyükdür 0'dırsa, A böyükdür 0'dırsa, A-nın üstü n bölünsün n bərabərdir. N'inci dərəcədən A-nın üstü nəyə? N. Buradan nə öyrəndik? Deməli, mənfi ədədin uşaqlar, mənfi ədədin kəsr üstünə nədir? Baxılmır. A əgər bura 0'da yaza bilərik uşaqlar. Mənfi ədədin üstündə nə ola bilməz? Kəsr ola bilməz. Gəlin bir dənə mənfi ədədi yazaq. Mənfi 5'in üstü, fikir verirsinizmi bura? Məsələn, 3'də 1. Bu artıq nədir? Boş çoxluqdur, aydındırmı? Boş çoxluq. Bunun həlli yoxdur. Bu təyin olunmuyor. Deməli, biz bu cür görsək, ifadə nə deyəcək? Təyin olunmuyor. Bu mümkün deyil. Yaxşı. Nə ilə qarışdırmaq olmaz bunu? Mənfi 5'in üstü 2'də 1. Mötərizə olsa boş. Bəli, çünki mötərizə olanda mənfi 5'i nəzərdə tutulur. Amma bu mənfi qarşıdadır da biz əvvəl də bilirdik ki, mənfinin ora aidiyyatı nədir? Yoxdur. Biz əvvəl bunu müzakirə eləmişik. Yazıda düşür, məsələn, mənfi 5'in üstü 4, hər nəsə də geri qayıtmaq istəmirəm. Bu amma mümkündür, düzdürmü? Çünki bu elə bil ki, düşünün,
mənfi 1 vurulsun, 5-in üstü nədir? 2-də 1 deməkdir. Belə təsəvvür edin. Demək, bu mümkün deyil, bu amma nədir? Mümkündür. Bir sözlə, mənfi ədədin üzərində nə ola bilməz? Kəsr ədəd görə bilməyəcəyik. Aydındır? İndi gəlin, sıfıra baxaq. Sıfırın üstü n bölünsün n. İndi burada nə baş verir? Bu əlbəttə ki, bərabərdir, deyəcək say müəllim. Sən dedin axı, n hara gedir? Dərəcə. Mənim dərəcədir. M hara gedir? O sıfırın üstü. Qüvvətə, düzdürmü? Sıfırın üstü. Bu da əlbəttə ki, bərabərdir nəyə? Sıfıra. Sıfırın üstü nə olur olsun sıfırdır. Amma burada nə şərt var? M bölünsün n, yəni kəsir nə ola bilməz? Sıfır da ola bilməz və uşaqlar, qeyri-müəyyəndir də biz hələ bunlar haqqında biz başa düşə bilmirik. Deməli, m bölünsün n nə olmalıdır? Böyükdür sıfırdan. Bir sözlə nə olmalıdır? Müsbət. Mənfi ədədin kəsir üstü ümumiyyətli ola bilməz. Sıfırın üzərində də nə ola bilməz? Mənfi ola bilməz. Heç vaxt. Gəlin bunu araşdıraq. Məsələn, sıfırın üstü mənfi 5. Hələ tam ədədini araşdıraq. Nə olacaq bu? Mənfi salacaq mı bunu məxrəcə? Olacaq 1 bölünsün sıfırın üstü 5. Bu da 1 böl 0. Sıfıra bölmə var mı uşaqlar? Xeyr. Deməli, mənfi ədədi, bax görürsünüz, təkrar deyirəm. Bilirəm, çaşacağıq, amma mən təkrar deyirəm ki, başa düşməyəndə soruşsun. Mənfi ədədin kəsir üstünə baxılarmı? Xeyr. Sıfırın üzərində mənfi ola bilərmi? Xeyr. Çünki məxrəcə salır və məxrəcdə də nədir? Sıfır ola bilməz. Biz artıq vaxtda deyirəm ki, danışmışıq. Düzdürmü? Yaxşı. Gəlin, keçək bunun xassələrini. Bax, buraları silirəm ha. N'inci dərəcədən A vurulsun, N'inci dərəcədən B bərabər. Uşaqlar, hər ikisi nədir? Dərəcələri eynidir də. N'inci, yox, müsbətdir əlbəttə. A da müsbətdir, B də müsbətdir. Elədirmi? Xeyr. Şərtə görədir. Bəlkə N təkdir, mən demişəm mi təkdir? Cüt olsa müsbət, daha doğrusu mənfi ola bilməz. Ona görə də bu qaydaya da burada şərt verməyibsə, sən bunu bu cür götürə bilərsən də, xassisi olaraq götürə bilərsən. Bu nə olacaq? N'inci dərəcədən A vurulsun B. Fikir verirsiniz, burada hansı şərt də var? Eynidir uşaqlar əslində. Qüvvətlər eyni olanda eyni mötərizədə yazırdım, orada da nə yazıram? Eyni kökdə yaza bilərəm. Yaxşı, buna aid nə öyrənə bilərik? Bizim nə işimizə yarayacaq? Gəlin belə bir şey baxaq da. Olsun kökün altında 2 vurulsun kökün altında neçə? 8. 2-dən də 2 kök altında 2 irrasional ədəddirmi? Cavab məlum deyil də, düzdür, təqribidir. Kök altında 8-dən mi irrasional ədəddirmi? Bəli. Amma gəlin neyniyək? Bir yerdə yazaq. 2 vur 8. Neçə elədi? Kök altında 16. Bu da bərabərdir nəyə? 4-dür. Rasional elədi? Əlbəttə ki, rasional elədi. Deməli, eyni kökün altında, daha doğrusu eyni dərəcədən, eninci dərəcədən köklərin asılı elə bir kökün altında nə eləyə bilərik? Yaza bilərik. Sonra ikinci şərtə baxaq. Uşaqlar, eninci dərəcədən A bölünsün, eninci dərəcədən B bərabərdir, eninci dərəcədən A böl B. Gəlin, bunları niyə silmədim, saxladım. Gəlin, müqayisə eləyək. Eyni deyilmi? Uşaqlar, bu qüvvətlidir. Gəlin, bir gülməli bir şey deyək də. Biz elə bil ki, poldan yuxarıdaydıq, düzdür, eyni işləri gördük. İndi padvaldayıq da, təsəvvür edin. Qüvvətlidir, indi də düşün nə olur? Kökdür. Eninci dərəcədən idi, eyni yerə yazırdım. Eninci dərəcədən qüvvətdə yazdığım kimi kökdə də nə edirəm? Yazıram. Gəlin, baxaq. Olsun, dördüncü dərəcədən olsun 68 bölünsün
Dördüncü dərəcədən 4. Yox. Dördüncü dərəcədən olmasın, kök altında olsun uşaqlar. Kök altında 68 bölünsün kök altında 17. 17. Uşaqlar 68 kök altında irrasional ədəddirmi? Kök altında 17 də irrasional ədəddir. İndi bunu eyni kökə yazsam, olsa 68 bölünsün neçə? 17. Neynədir bu? Kökün altında neçə eləyər? 68 17'ye böləndə 4 eləmir, uşaqlar 4. Kök altda 4-dən necə çıxır? 2. Deməli 2 irrasional ədədidir. Eyni kökə xassəni tətbiq eləyən kimi rahat mən artıq bunu nə edə bilirəm? Tapa bilirim. Yadda qalar. Əlavə suallar işləyək, yoxsa tam başa düşmüşük? Silin bu ikini. 2 dənə silirəm. Uşaqlar, mənfi ədədin kəsir üstü ola bilirmi? Sıfırın üstündə mənfi ədəd ola bilərmi? Bu iki şeyi yadınızda saxlayın. Yaxşı, görə kim başa düşdü? A minus 2'nin üstü 2'də 1. Düzdür mü? Yox, yaxşı baxaq. A çıx 2'də 1. Aha, nədən böyük olmalıdır? A çıx 2 böyük bərabər olmalıdır nə? 0. A böyükdür ne bərabərdir neçədən? 2'dən. A'ya 2'dən balaca qiymət verən kimi mənfi olur. Mənfinin üstündə də nə ola bilməz? Kəsir ola bilməz. Bu şərtləri artıq nə etməlidir? Hər bir şagird, hər bir abituriyent bilməlidir. Növbətinə baxaq uşaqlar. Kökün altında, kökün altında, kökün altında n'inci, m'inci, k'nıncı dərəcədən A. Biz burada şərtin birini yazmamışıq. Ən yaxşı şey. A'nın üstü M, onun da üstü N. Nəyə bərabərdir? A'nın üstü M vur N. Qüvvəti nə olur? Hasil şəklində yazılır. Onda sizə kökün kökü nə olacaq? N vur M vur K'nıncı dərəcədən nə yazaram? A yazaram. Eynidir, eynidir. Yaxşı, buna aid bir misal yazaq. Olsun kök altında, kök altında, kök altında. İkini yazmırıq da, düzdür mü? Üçüncü dərəcə, altıncı dərəcədən uşaqlar. Üçün üstü 36 ifadəsinin qiymətini tap. İlk baxışda çətin görsən, fikirləşsən 3'ün üstü 36, 36 neyniyəcəm? Onda uşaqlar nə yazaram? Kökün altında. Bura neçədir əslində? 2. 2 vur 3 vur 6, 3'ün üstü 36. Bu da bərabərdir. 36-cı dərəcədən 3'ün üstü 36. Bu da bərabərdir. Modulda 3, bu da bərabərdir 3. Birbaşa 3 yaza bilərik uşaqlar. Bizə kim nə deyəcək? Amma çalışın hər dəfə moduldan yazın ki, beynimiz artıq formalaşsın ki, hər zaman cüt dərəcədən nə çıxardıram? Müsbət çıxır, modul çıxır. Modulu yazıram ki, qarşıya mənfi ədəd, qarşıya mənfi atacağım ki, müsbət edeyim. Müsbətsə olduğu kimi nə edəcəm? Saxlayacağım. Aydındır? Silir. Yaxşı. Bax, belə bir ədəd yazıram. Kök altda 2, 3-cü dərəcədən 3. Gəlin birinci şifaya atırıq. Kim nə cavab verir? Hansı böyük olar sizcə? Düyünə kim nə deyirdiniz? Bəli, biz 3-cü dərəcədən kök altda 3. Əla, 3-cü dərəcədən 3. Sən belə deyirsən. Təksib eləyənlər var mı uşaqlar? Belədir, düzdür mü? Deməli uşaqlar, belə bir qayda öyrənək. Olsun, m'inci dərəcədən A'nın üstü n bərabərdir. Baxın, m'i K'ya vururamsa, onda n'i də nəyə vuraram? K'ya vuraram. Heç bir fərqi yoxdur. Necə bəyəm? Bax, belə bir şey. Məsələn, A'nın üstü 3'də 1 bərabər deyilmi? 6'da 2 və yaxud da ki,
A-nın üstü 9-da neçə? 3 və s. və ilaxır. Çünki kəsirdə ixtisar eləyirsən eyni. Eyni ədədə vura da bilərəm, qüvvət üstünü neynə bölə bilərəm. Bu da eynisidir də, düzdürmü uşaqlar? Yaxşı, gəlin tətbiq edeyim. Kök altda 2-ni, 2 ilə 2-nə çobu neçədir uşaqlar? 6. Onda 2-ni nəyə vuracam? 3-ə vuracam. 2-ni də 1 idi də, düzdürmü? 1-i də nəyə vuracam? 3-ə. Sonra 3-ü nəyə vurum 6-ya çatdırmağa? 2-yə. Onda 1-i nəyə vuracam? 2-yə vurmuşam, niyə 3-ə vurum? Aha. Elədir. 6-cı dərəcədən neçə? 8. 6-cı dərəcədən neçə? 9. Deməli, 3-cü dərəcədən 3 nədir? Böyükdür, düzdürmü? Bunu sadə misal götürmüşük, indi tapa bilirik də. Bəzən elə cüzi fərq olar, biz neynəyəcəyik? Yanılacağıq. Ona görə qüvvət üslərini neynəmək lazımdır? Bərabərləşdirmək lazımdır. Bir dənə də yazaq mı uşaqlar bunu? Hə, silək. Deməli uşaqlar, olsun 15-ci dərəcədən 4. 16-cı dərəcədən nə olsun? 5. Müqayisə edilir. 15 ilə 16-ya orta məxrəc çox böyük seçdi. Bəlkə biraz sadələşdirək. Bu qədər də lazım deyil. Olsun 5, olsun neçə? 6. 30. Ondan 5, 6. Ay sağ ol. 5-i vuracam nəyə? 6-ya. 4-ün üstü onda neçə? 6. 6-nı vuracam? 5'e. 5'e. 5'in üstü 5. İnşallah biri yazmırız da. Düzün biri göstermek için yazırım. 30-cu dərəcədən 4-ün üstü neçə? 6. 6. 30-cu dərəcədən 4'ün 5'in üstü 5. 5'in üstü 5. 5'in üstü 5. Deməli uşaqlar, yazarıq bunu. 30-cu dərəcədən 4-ün üstü 6 neçə eləyir? 5-in üstü 5 neçə eləyir? Yox, 4-ün üstü eləmir. 4-ün üstü 6-nı yazarıq neçə? 2-nin üstü neçə? 12 kimi. Düzdürmü? Ədədləri böyük seçdik. 30-cu dərəcədən 5-in üstü neçə? 5. Deməli uşaqlar, hesablayaq. 2-nin üstü 10 1024, 4096. Düzdürmü? 30-cu dərəcədən 4000 neçə? 96. 5-ci dərəcə. Təqribən 5'in kubu 125, üst 4 625. Bu artıq neyinədir uşaqlar? Keçdi mi? Neçə? Deməli 5'in üstü 4 elədi neçə? 625. 5'in üstü 5 625 vurulsun nəyə? 5'ə. 5 5'in 25. 25, 5 2'nin 10, 12, 5 6 3025 elə mi? 30-cu dərəcədən yox. 30-cu dərəcə. Mənlə 3125 olabilir. 3200. 3200 neçə? 25. Hansı böyükdür? Deməli, bu böyükdür. Bəli də. İnşallah bunu düz dedik də. 2'nin üstü 12. Aha. Deməli, gördüyümüz kimi cüzi fərqinə nə oldu? Nədir abdullah? Mənim şey yaparım, mənim o 3125 olmalıdır. 5'in 5'e vurandı 125 idi. 5 altında 30. 3125. Nə dediniz yazdım. 5 5'in 25, 5 2'nin 12, 5 6'ın 30. Bir de yaptı. Ha, 1, 3000. Fərq eləmir inşallah. Ciddi fərq deyil. Onsuz da bərabərliklə təsir eləmir. Deməli uşaqlar, artıq gördüyümüz kimi siz böyük ədədi seçirdinizsə işlər nə oldu? Dəyişdi. Müqayisə üçün və ya ümumiyyətlə hesablamaq üçün ortaq vurğu neynəmək lazımdır? Tapmaq lazımdır. Əkobu tapıb dərəcələrini neynəmək lazımdır? Bərabərləşdirmək lazımdır. Silim. Uşaqlar, gəlin. 1, 2, 4 dənə şablon qayda var. Yəni, bunları çıxarılışın silsilə ilə falan da bu cür bəzi çıxartmaq olur, amma bu 4 dənəni sadəcə əzbərləyin və düşəcək testlərinizdə. Məsələn, uşaqlar, eninci dərəcədən A vurulsun, eninci dərəcədən A.
vurulsun n-ci dərəcədən a. Fikir verirsiniz kök altında. Bu elə eynədir, sonsuz gedirsə, burada vurma görəndə onda olacaq n-1-ci dərəcədən nə? A-ya. Yəni, belə bir sual gördüksə biz. Məsələn, kökün altında olsun 5-ci dərəcədən 16. Vurulsun 5-ci dərəcədən 16. Vurulsun 5-ci dərəcədən 16. Vurulsun 5-ci dərəcədən 16. Bax, gördüyümüz kimi elə nədir? Sonsuz gedir də bu. Bu bərabərdir. Onda 5 çıxılsın 1-ci dərəcədən 16. Bu da nəyə bərabərdir? 4-cü dərəcədən 16. Bu da bərabərdir nəyə? 2-yə. 2-yə. Yaxud da biz bunu belə yazmalıyıq da qayda ilə. Nə cür yazmalıyıq? 4-cü dərəcədən 2-nin üstü 4. 4-lər getməlidir. Nə qalacaq? Modul 2 bu da bərabərdir nəyə? 2-yə. Yadda qalar bu qayda. Əzbərləyin. Bu birinci idi. İkinci. Kökün altında n-ci dərəcədən a. Bu səfər bölünsündür uşaqlar. Bölünsün. Kökün altında n-ci dərəcədən a. Bölünsün. Kökün altında n-ci dərəcədən a və s. Bu bərabərdir. Baxın, vurmada əslində nə olurdu? Kökün dərəcəsi bir vahid nə olur? Düşürdü də aşağı. Amma burada artacaq. Olacaq n plus 1-ci dərəcədən a. Belə bir sual olsun. Olsun kökün altında 8 bölünsün kökün altında neçə? 8 bölünsün kökün altında 8. Bu cür nədir? Sonsuz gedir də. Bura neçənci dərəcədən? 2 deməkdir də hər dəfə. Onda nə olacaq? 2 plus 1-ci dərəcədən 8. Bu da neynədir? 3-cü dərəcədən 8. Tək dərəcədən modulda çıxmırdı ki, birbaşa da. Yazarıq 2-nin kubu, kublar gedəcək nə qalacaq? 2. Deməli, vurmasında nə olur? Dərəcə bir vahid azalır. Böləndə isə tərsinə çoxalır. Bir sözlə, vurmada bizim xeyrimizədir, düzdürmü? Bölmədə isə nədir? Tərsinə kök biraz da nə olur? Böyüyür və ədəd kiçilir. Yadda qalar. Silim. Deməli uşaqlar, kök altında a, üstə gəlinsin kök altında a, üstə gəlinsin kök altında a. Bu tip ədədlərdə uşaqlar, bax fikir versə toplama varsa, hökmən bu iki ardıcıl natural ədədin hasilidir. Bax fikir, 1-ci dərəcəni yazmamışam ha. Bu tip suallarda ancaq 2-ci dərəcə ilə rastlaşacağıq. Başqa rastlaşmayacağıq. Bərabərdir, bərabərdir. Deməli, a bərabərdir, n vurulsun n plus 1 deməkdir. Yəni, məsələn, biri 2-dirsə, obrisi nə olacaq? 3 olacaq. Ardıcıl natural ədədlər. Aydındır mı? Onda bu nəyə bərabər olar? Əgər toplamadırsa böyüyə, yəni n plus 1-ə. Bu sualda daha rahat görsənəcək. Məsələn, kökün altında 12, üstə gəlinsin kökün altında 12, üstə gəlinsin kökün altında 12 və s. 12 hansı? 2 natural ədədin hasılıdır uşaqlar. 3 və 4-ün, düzdür? Onda cavab nədir? 4. Böyüyünü seçirəm. İndi çıxmasında nə olacaq? Kökün altında a. Çıxılsın kökün altında a. Çıxılsın kökün altında a. Bu cür gedəndə deməli n plus 1 kimi götürsək cavabı nə inəyəcək? N. Yenə 2 ardıcıl natural ədəddir. Toplamada böyüyə bərabərdir, çıxmada nəyə? Kiçiyə. Eyni ədədi götürək. Olsun 12, çıxılsın, əlbəttə 12, çıxılsın 12, bərabərdir onda nəyə?
3-ə. Çünki 12 nəyə bərabərdir? 3 vur 4 kimi. Toplamada böyüyə, çıxmada nədir? Kiçiyə bərabər.